Salam hörmətli izləyicilər, bu videomda mən sizlərə dünyada ən çox bombalanan 8 dövlətin adını qeyd edəcəm və siz də biləcəksiniz ki, dünyada ən çox bombalanan 8 dövlət hansılardır. Beləliklə 8-ci yer Əfqanistan. Əfqanistana 100 min ton bomba atılmışdır. 7-ci yer İraq. İraqa 200 min ton bomba atılmışdır. Deməli 6-cı yer Koreya yarımadası. Koreya yarımadası bildiyiniz kimi İkinci Dünya Müharibəsinə qədər Yaponiyanın müstəmləkəsi idi. 1948-ci ildə burada iki dövlət yarandı. İndi tanıdığımız Şimali və Cənubi Koreya respublikaları ümumilikdə götürülür. Bu hər iki dövlətə, yəni Koreya yarımadası nəzərdə tutulur. Bura 635 min ton bomba atılmışdır. 5-ci yer Kamboca. Kambocaya atılan bomba isə 650 min ton olmuşdur. 4-cü yer Yaponiya. Yaponiyada 650 min ton bomba atılmıştır. 3-cü yer Almanya. Almanya 1 milyon 600 min ton bomba atılmıştır. 2-ci yer Vietnam. Vietnama 7 milyon 500 min ton bomba atılmıştır və beləliklə birinci yerdə Laos gedir. Laosa deməli 10 milyon ton bomba atılmıştır. Bu da dünyada olan bir statistik rəqəmdir. Təbii ki, bu rəqəmlər, bu tonnajlar tamamilə dəqiqliyi ilə deyil, yəni təxmini hesablamalar bunu qeyd edir ki, təxmini, yəni bu boyda ölkələrə bombalar atılmışdır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.